Vaxtınız xeyir olsun. 9 iyul 2026-cı il tarixli yay fəslinin 19-cu günü, Məhərrəm ayının 24-cü günüdür, həftənin 4-cü cümə axşamı günüdür. Günümüz xeyirli uğurlu keçsin, işlərimiz avand olsun. 9 iyul günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də ev işlərindən məşğul olan, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, gözəl, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, sülh əmin-amanlıqlı, eləcə də dinc qulaqlı, gözəl xəbərlərlə zəngin dolu bir gün keçirməyi hər birinə arzularım. Bununla yanaşı 9 iyul günündə kimlər təhsili ilə məşğuldurlar? Məktəblər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı və zihin açıqlığı, yol açıqlığı, iş avadlığı arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzularım. 9 iyul günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 9 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir, hər birini gözəl anmağı, yad etməyi, xatırlamağı arzulayıram. 9 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm və eləcə də bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusunu, əskər ailələrini salamlarım. Gözəl, xoş xəbərlərlə zəngin olan, can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzularım. 9 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 9 iyul günündə də baş verən tarixi hadisələr vardır. 9 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 9 iyul 1790-cı ildə İsveç-Rusiya müharibəsi zamanı Baltik dənizindəki döyüş zamanı İsveç Rusiyanın 3 donanmasından birini ələ keçirdiyi gündür. 9 iyul 1815-ci ildə Talleyrand Fransanın ilk baş naziri seçildiyi gündür. 9 iyul 1816-cı ildə Argentina İspaniyadan müstəqilliyini elan etdiyi gündür. 9 iyul 1944-cü ildə 2-ci Dünya müharibəsində Normandiya əməliyyatı ərəfəsində Britaniya və Kanada Fransanın Caen şəhərini ələ keçirdikləri gündür. Bununla yanaşı 9 iyul 1958-ci ildə isə demək, dünyada ən böyük hündürlükdə olan 524 metrə qədər qalxan tsunami hadisəsi baş verdiyi gündür. 9 iyul 1989-cu ildə Məkkə şəhərində 2 bombanın patladılması nəticəsində bir zəvvar həyatını itirdiyi, 16 nəfərin isə yaralandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.